Azadlıq yanğısı nə deməkdir? O dəhşətli yanğı ki, ürəyi yandırıb külə döndərir. Azadlıq. İstər acı olsun, istər şirin. Yalnız o idi məni döyüşdən döyüşə aparan. Elə güman eləyirdim ki, sən də bu yolun yolcusu olacaqsan. Mənə çox şey irad tutmaq olardı. Çünki mən Tuluqdansa az eşitdim. Mənə çox şey irad tutmaq olardı. Çünki mən Tuluqda zeytun yağı satan bir kişinin oğluydım. Ama sən anlamadın ki, bu dünyada bircə gün azad yaşamaq 40 il boyunduruq altında sürünməkdən daha üstündür. Mən nə söyləməliyim? Heç kimə düşmən evində yaşamağı arzu eləmirəm. Hətta düşmənə də. Başlasa mən bilirəm, sən yenə bıraxacaqsan onu. Qətlə çatdır kafiri. Dözümün olsun Şeyx Əzəm. Fəzlullah lazımdır bizə, Nəsimi yox. Fəzlullahın gücü bu iblisdədir. Bunun əşarıdır onun küfrünü yayan. Nəsimiyə ki, nəqlini çaşdırıb sənin. Teymur bizdən Fəzlullahı tələb eləyir. Əgər sən həqiqətən qan tökməyə tərəfdarı olmasaydın, mən sənə səcdə edərdim şah. Teymur Təbrizdə 7000 Azərbaycanlını diri-diri divarlara hördürüb. Yağış yağanda indi də divarlardan qara qan sızır. Bəs Naxçıvanda, Əlincədə tökülən qan bizim qanımız deyilmiş ha. Təbrizə əlim çatmır mənim. Naxçıvanın Əlincənin də öz hakimi var. Mən bu cəmaatı qoruyuram. Azərbaycanı qırğına vermək bahasına qoruyursan şah. Təbrizə də əlim çatır. Naxçıvana, Şəkiyə, hətta Gürcüstana da. Məxfi müqavilələrlə hamını Teymurla döyüşə hazırlayırsan. Digər tərəfdən də gözləyirsən ki, Teymur bütün hakimləri gücdən salsın. Azərbaycanda Şirvanşahdan qeyri-qüdrətli hakim qalmasın. Nəhayət aşkar oldu ki, sən hətta Fəzli də öz siyasətinə qurban verirsən. Məyər biz belə danışmışdıq, şah? Laqam yoxdur. Domino oynamaq istəyən geçsin, xarabasında oynasın. Salam komanda. Salam aleyküm. Salam aleyküm. Bilirsən dostum, müharibədə 3 cür adam olur. Tank belində şəkil çəkdirənlər, müsahibə verənlər, bir də vuruşanlar. Bax bu boydan rayonda cəmi cümlətanı 2 dənə tank var. Onun birini cəmaat pul yığıb alıb. İndi Qarağazıda ermənilərin qabağını kəsib. İkincisini hökumətiniz göndərib. Özününkilərə. Bax indi Ağ evin qabağında, onları qoruyur. Tank belində şəkil çəkdirənlər bax bu saat Ağ evin qabağındadılar. Müsahibə verənlər də bax bu dəqiqə Ağ evin içində bilyard oynayırlar. Bizim batalyon da ki vuruşanlardır. Belə. İşte Ağa Nəşənlik. Ağa Nəşənlik, biri deyir tax, biri deyir çıxar. Taxım gözüm üstə Ağa Nəşənlik, baş üstə. Buyur, bu da sizin bayram. Ona düşen sağ çıkmaz. Sen Abbas Kulübü'yü tanımırsan. icraçılarının çıxardıqları nəticəyə əsaslanaraq qərara gəlir. Məmməd Əlioğlu Məmmədov, ləqəbi Qatır Məmməd, mütəmadən törətdiyi cinayət işlərinə görə mülkədar malikanələrinə silahlı basqınlar təşkil etdiyinə görə
kanunsuz olarak mülkedarların var dövlətini, malqarasını, taxılını, suyunu mənimsəyib kendilərə payladığına görə 12 il azadlıqdan məhrum edin. Hoş gelmişsin Nebi Qara. Sağ ol. Hoş gelmişsin. Ne oldu, getirdin? Ha, bak, hamısını getirmişim. Nətər danışmışdık. Bak, hamısı buradadır. Bu yeşiklerde. Eşittim sana, beyliği de veripler ha? Sen sayende. Hay uşaqlar, düşün atlardan. Yükleyin patronları. Zahmet çekme Nebi. Bundan sonra sana patron gereği olmayacak. Ha? Arvadı göyçer. Sağlık eləmə Nebi. Silahı koy yere. Bağışla. Düzdür. Qulluğa sen koymuşsan beni. Ama çörəyi onlar verirler axı mənə. Orada her cüre korku ve tedbir altında dertleri istiklal eşkiyle çırpınan azadlık ayrısı sizlere candan selamlar gönderir. 28 Mayıs İstiklal kurbanlarının aziz ruhları huzurunda hürmetle eğilir ve her iki tarafı birleştiren milli büyük hasreti şairin beytiyle dile getiririm. Sen bizimsen, bizimsen, durdukça bedende can, yaşa, yaşa, çok yaşa, ey şanlı adım.